Avto FM-də Şəhər Adamı başlayır və anons etmişdik. İftixar Rəsulov rəqs müəllimi studiyamızın qonağıdır. İftixar bəy, sabahınız xeyir olsun. Sabahınız xeyir, xoş gördüm sizi təzədən, yenidən. Xoş gördük, xoş gördük. Biz İftixar müəllim bir dəfə efirdə olmuşuq, ona görə Rəhman belə qəribə baxdım. Bir saat ərzində 6 dəfə bunu demişəm. Biz də deyirəm də, biz də bir dəfə efirdə olduq. Bəli. Onda bizim adamdır. Bizim adamımızdır. Əslində şəhər adamıdır. Deməli, İftixar, sizdən bir rəqsdən danışaq, biraz bu cütlüklərin rəqslərindən danışaq. Mən bildiyimə görə siz belə mən gəlsəm ki, misal olaraq mən deyirəm, rəqs öyrənmək istəyirəm, mənə bir ay, 2 ay, 3 ay belə kurs keçirin. Toyunuz nə vaxtdır? Mənim toyum olur. Toyum olur və onun toyu. İlk sualım bu olur. 10 il qabaq toy çalınıb. Çünki mən də bir oynadığımı oynamışam. Daha bəstə. 2007-ci ildən hardasa aktiv olaraq yalnız bəyənlərlə işləyirəm. Amma yəni məktəbimizdə var ki, tək xanımlar üçün, tək bəylər üçün, kimlər oynaya bilmirlərsə onlar üçün. Amma siz məşğul olmursunuz da, siz sırf gəlin bəy. Biz sırf gəlin bəy. Ümumiyyətlə məktəbimi açanda çalışdığım şey o idi ki, kimlər oynaya bilmirlərsə onlara yardım edək. Kimlər kompleks edib kəndə durub əl çalanları fikirləşdirib mən rəqs məktəbini açmışam. Yəni belə hobbi kimi yox. O istəmişəm ki, toyda, bayramda onları belə aktiv iştirak etsin, amma belə onun üçün. O 2-3 ay nə qədər məsələn müddətdə bir gəlin bəy o rəqsi öyrənə bilir? Bəy gəlinə bir musiqini maksimum 4 dərs öyrədirik. Oynaya bilməyəninə. Heç oynaya bilməyən bəy gəlinə 4 dərs öyrədirik. Əgər bəy gəlin 4 dərs oynaya bilmirsə, ya müəllimi dəyişməlidir, ya da onlar düzgün yanaşmırlar. Amma mənə elə gəlir ki, son vaxtlar indi efirdən əvvəldə soruşduq bu sualı. Gəlinlə bəy rəqslərinə maraq azalıb. Sanki nə bilim, əvvəllər mən xatırlayıram ki, gəlinlər də ayrı rəqs edirdi, bəylər də sonra bir-birinə qoşulurdu. Bax orada belə. Yox, indi əksinə indi hamı hazırlayır. Çünki hətta qaynana, qaynata belə də gəlib qoşulurlar. Çünki bəygənin toyda yeganə özün elədiyi şey elə rəqsdir. Çünki yeməyə başqası bişirir, restoranda başqası bəzəyir, maşın belə başqasından olur, kirayə götürürlər. Yəni bəzədilmə, hər şey başqasınındır da. Özlərinə aid bir rəqs. Özlərinə aid yeganə bir şey elədikləri odur ki, yəni rəqs eləyirlər. Onu da hamı kimi eləyə bilməzlər. Yəni mənim düşüncəm belədir. Təbii ki, qatılmayanlar ola bilər. Yəni sən toyda Əhmədlə dans oynayırsa belə, sən gəlib elə oynamamalısan. Çünki həmin günü sən həm sevgini təqdim edirsən, həm özünü təqdim edirsən. Mən artıq böyümüşəm, yeni həyata başlayıram. Onu artıq sən biraz daha gözəl göstərməlisən deyə düşünürəm. Yəni bizim gəlinlə mənə qatılmayanlar ola bilər təbii ki. Bu ürək doldu. Bir dəqiqə dayan da. Biz danışaq da, qoy imkan ver də. Bir dənə sualımı verib, mən çəkilirəm kənara. Dəhşət sənəsən. Niyə gəlmirsən? Gəlinlə bəy rəqs edərkən, məsələn biz kənardan görürük də, o səmimiyyəti göstərmirlər ümumiyyətlə. Sanki bunların toy günüdür. O sevgini, o istəyi, o hissləri göstərmək lazım. Bax rəqs eləyəndə ən çox onlar hansı səhvlərə yol verirlər ki, deyirsiniz bax belə olmaz da. Yəni nədir eləyəndə səhvləri? Bizim ümumiyyətlə gənclərimiz rahat deyirlər. Yəni normaldır, onu hamımız bilirik. Toy günü heç rahat deyirlər. Çünki atan, ananın belə iş yoldaşları belə orada olurdu. Yəni onlar istər-istəməz narahat olurlar. Amma bir dost məclisində onlar oynasalar tamamilə fərqli bir şey alınır. Bu da normaldır. Biz ümumiyyətlə professionallar toyda oynayan adamlara heç onlardan belə wow, üstün bir şeylər gözləmirik. Çünki bir var professional, bir də var adi oynayan insanlar. Yəni onsuz ki adi oynayan insanlar. Adi oynayan biri burada. Yox, biz bunu toyun əvvəlində görürük. Gəlinlə o qədər belə utancaq, sakit. O ki sonda diskotek olur. Onda onları tanırsan ki, bu həqiqətən də onlardır. Deyirlər ki, quru oynadı, süni oynadı. Biz professionallar ona baxmırıq. Biz sadəcə deyirik ki, nə qəşəng hazırlaşıblar. Gəlin biraz bu rəqs ənənəmizdən danışaq da. Əslində Azərbaycanın çox gözəl milli rəqsləri maraqlı. Mən bunu belə söz olsun demirəm, pafosla demirəm, populizmdən demirəm. Ümumiyyətlə çox yaxşı rəqslərimiz var. 7 rəqslə məşğul olan kimi. Sən rəqslə məşğul olmusan, 3 ildə mən universitetdə bunun dərsini keçməyə çalışmışam, amma yenə də fərri oynaya bilmirəm. Bunu etiraf edirəm. Amma qıraqdan, kənardan çox estetik zövqlüdür bizim rəqslər. Amma indi deyəsən onlardan əsər əlamət qalmayıb. Xüsusən də biz daha çox rəqsləri harda görürük? El şənlikləri, toylarda filan. Məsələn bir təzə adət var, neçə illərdir, 3-5 ildir daha çox belə dəp halını alıb. Oğlanlar ritm altında. O nədir? O da oradan da elə bir şey var, yoxsa uydurmadır?
öz fantaziyamızın məhsuludur o. Ancaq ritmlərlə stul qoyurlar, bəyin ətrafında fırlanırlar, çıxırlar stulun üstünə, düşürlər stulun üstündən. Əslində elə bir şey var. Folklorumuzda o dərəcədə görməmişəm. Sonradan yaranır. Hə, sonradan yaranır. Hə. Çıqıdı. Hə, biraz yəni toylardan Var yaranmış elə bir bir şey. şeydir. Elə bir rəqs var. Yox. Yoxdur. Onu özümüz yaratmışıq da. Və bir də bir şey var. Sonra. Mən toylarda şəxsən bir Yəni. xanım olaraq bəyənmirəm. Xanımlar bəylər kimi belə Rəhman qeyd edir kimi. Və indi qız uşaqlarını aparırlar, xüsusi rəqs müəllimləri var. Baxsa 6-7 yaş var, qız oğlan Heç kimi. düzgün deyil. Yəni ona Ona münasibətiniz qarşıyam. necədir? Ümumiyyətlə qızların oğlan kimi oynamağına qarşıyam. Yəni hansısa qız bəzən deyir ki, mən kişi hərəkətlər istəmirəm. Qardaşımız, yoldaşımız, sevgilimiz bəs qız hərəkəti kimi oynasa xoşunuza gələcək. Deyir, yox. Sən bəs siz onun qabağında niyə oynayırsınız kimi, yəni anında dəyişir fikirləri. Yəni istənilən müəllimin qabağına gəlib həmin insan nəsə öyrənmək istəyə bilər. Amma onu düzgün aşılamaq lazımdır ki, yəni sənin də qarşında hansısa kişi belə oynasa xoşuna gələcəkmi? Yəni hə də xoşuna gələn oğlan sənin qabağında qız kimi oynasa, sən xoşuna gələcəksə, o da səndə elə görsənirsən. Azərbaycan rəqsinin özünün xanımlar üçün o qədər gözəl hərəkətləri var, xüsusilə də barmaqlar, əllər, ayaqlar. Ən incə Nəyə rəqs. gərək var? Və bayaqlarım qeyd elədiniz ki, rəqslərimiz çox zəngindir. Rəqslərimiz həm də rəqqaslarımız çox güclüdürlər. Çünki məsələn, Hindistanlı bir rəqqasə gəlsin, bizim milli rəqs oynasa anında bilinəcək ki, bu Azərbaycanlı deyil. Amma bizim qızlarımız Hind rəqsini elə oynayarlar ki, bilinməz ki, o Hindistanlı deyil. Düzdür, razıyam. Dil məsələsində də belədir. Azərbaycanlılar rus dilində elə danışır ki. Bəli, biz daha təmiz danışırıq. Amma bir gürcü rus dilində danışanda bilirsən ki, gürcüdür. Erməni rus dilində danışanda bilirsən ki, Hər işi biz öhdəsindən yaxşı gəlirik. Bəli, razıyam. Məncə də rəqslər bu daha şeydir. Yəni da professional baxanda görsən ki, biz Azərbaycanlı rəqqas istənilən dünya rəqsini onların özləri kimi təqdim edə bilər. Amma heç bir dünyadakı rəqqas, ən professional belə Azərbaycan rəqsini bizimki kimi təqdim edə bilmir. hamı rəqqas ola bilər, rəqqasi ola bilər. Yox. Necə biz bunu kəşf edə bilərik ki, mənim övladım, nə bilim, ailə üzvlərimdən biri əslində rəqqas ola bilər, rəqqasi ola bilər. Gəl bunu bir kursa qoyun, bir məşğələyə qoyun. Uşaq vaxtından onsuz ki hamı kurslara qoyur. O kurslardan artıq bilirsən ki, 100-dən uşaqdan biri, ikisi bilirsən ki, hə bu gedəcək rəqqasi olacaq. Amma hamısı olurmu? Yox. Hətta xoreografiyanı oxuyanların da hamısı olmur. Yəni oradan da hamısı sonra dəyişirlər, yəni istər-istəməz sahələrini. Amma hər bir insan bacarmalıdır da ən azından toyda rəqs etməyi. Bilirsiniz, artistizm zəif ola bilər, plastikası gözəl ola bilər, texnikası gözəl ola bilər, amma artistliyi zəif ola bilər. Rəqsdə əsas ritm deyil, ritm duymu, musiqi duymu olmalıdır. Yox, rəqs bir bütövdür. Necə yəni bütövdə? Həm orada artistizm olmalıdır. Adam var ritm, ümumiyyətlə musiqi duyumu yoxdur. Belə orada başqa hava çalır, başqa hava. Əlləri hərəkət edir, ayaqları elə. Onu düzəltmək mümkündür. Elə adamlar olur. Məsələn, məndə olub elə tələbə ki, yəni tamamilə fərqli duyur musiqini. Elə olanda anında söyləyirik, yəni. Elə bir ki, musiqi elə not gec gedib çatır. Hə, onda başlayırıq onlara ritm dərsləri keçməyə belə. O lap çətin olar sizə. Məsələn, deyirəm bunu təkrarla. Aha. Bizdə var bir sürü problem. Hə, onlar bunu da eşidir. Belə şeylər eşidirlər. Bizdə yaxşı, bizdə var. Var da istedad var da bizdə. Şərait yoxdur. Hətta onlar eşitdiyi musiqini düzgün oxuya bilmirlər. Məsələn, o çox retk olan bir şeydir, yəni. Nadir hallarda görünür. Bəli. Gəl bir məsələ ilə bağlı danışaq. Bəy gəlinlərdən danışdınız. İndi ən çox istənilən rəqs hansıdır bəy gəlin tərəfindən oynanılır? Milli rəqslərdir yoxsa xarici rəqslər? Əvvəllər xarici rəqsləri çox istəyirdilər. Çünki o girişdə belə 2 nəfərin belə güləş kimi eləyirdilər həmişə tansıda. İndi daha deyirlər ki, daha səliqəli oynayaq. Həm də ki, mən də istəmirəm toylarda hamı belə rəsm istəmir. Çünki addımları bilsinlər ki, istənilən musiqi. Hə, məsələn, rəşbə sevgilim mahnısında niyə insanlar belə yerlənsinlər ki, o dərəcədə gözəl sözlər. Bir aralı məsafə də saxlayırlar, gəlin əmri. Ayıbdır. Atam baxır orada. Qəşəng romantik baxışları ilə, düzgün tutuşu ilə hər şey gözəl olur da. Yəni o boyda bəzənib düzənib gedirlər. Yəni bir şey soruşum. Bax, siz toydan əvvəl bu rəqslər keçiriləndə onlar yəni adi geyimdə olur da yəqin ki. Axı toyda gəlinin o paltarı, sonra rəqs zamanı özünü göstərir, yəni hərəkətləri düzgün edə bilmir, fırlanma. Yoxsa siz bunu gəlinin fotosunu görmədən rəqsi qurmaq olmaz. Ona görə bir ay qalmış başlayırıq dərslərə. Dərsə gələndə
deyirəm ki, gəlinliyin fotosunu mütləq gətirin və buradan da gəlinlik elə yerlərindən şikayətim var. Heç bir icazə vermirlər şəklini çəkməyə. Biz çox əziyyət çəkirik. Siz ona baxanda yəni onsuz da bilirsiniz Baxanda ki, bilirik ki, bunda nə dərəcədə potensial var, bu nə qədər fırlana biləcək. Onun arxası çox uzundur, qolları qalxırmı, qolları qalxmırmı, fata çox uzundur. Onları bilirik. Olmaz ki, siz məsəl üçün həmin geyimə uyğun ətəklər olsun orada. Var. Amma bütün ətəklərdə eyni olmur. Bütün gəlinliklərin eyni razmerdə olur. Birinin boyu 1.50-dir, birinin boyu 1.70-dir. Onları uyğunlaşdıranda istəsəz, yəni biz onu onlar dərzilərlə uyğunlaşdıra bilir. Amma biz zalda onu uyğunlaşdıra bilmirik. Mövzudan kənar olacaq, amma buradan xanımlar məni dinləyir. Çox xahiş edirəm, yeni ailə həyatı qurmağa hazırlaşanlar, gəlinlik seçərkən xahiş edirəm bədəninizə, proporsiyalarınıza, boyunuza görə seçin. O kiçik boya malik olan xanımlar, elə uzun, belə geniş gəlinlik geyinirlər. Vallahi çox pis göstərir. Sən nə lazım kim nə geyinir toyunda? Özləri bilərlər. Bir dəqiqə gözü görün. Bundan vacib elementlər var. Mənə maraqlıdır. Düzdür, bəlkə danışmaq istəməzsiniz bu barədə, amma təqribi qiymətləri bölüşə bilərik. Təxminən bir rəqsin cütlüyə öyrədilməsi, mən düzdür, mənim havam çalınıb, amma Yaman ikinci dəfədir. O məndə yox, o məndə demirəm. Yəni mən bəlkə indi birdən keyfimə düşə bilər. Həyat yoldaşımla bir rəqs öyrənmək istəyə bilərəm. Toy biznesində yeganə adam mənəm ki, qiymətimi gizlətmirəm, hər yerdə paylaşıram. Ortalama qiymət neçədir? 150 manatdan başlayır. 10 gün 4 dərsimin. Hərəsinin qiyməti. 4-ün qiyməti 150. Çox yaxşı 150 qiymət. manatdan. Yaxşı qiymət. Bəs adi günlərdə məsəl üçün Rəhmanın qeyd etdiyi kimi indi xanımı ilə istəyir ki, elə belə toyda qəşəng rəqs eləsin. O eyni qiymət olur. Gəlirlər ad günlər adına hazırlaşanlar olur ki, toyumuzun 10 illiyidir deyib hazırlaşanlar olur. Bunu eləyə bilərsiniz. Uşaqların ad gününə hazırlaşanlar olur. İndi təzə dəvə düşüb ailə rəqsləri hazırlayıram məsələn. Uşaqları ilə. Amma mən sizə bir şey deyim, bu da yayanlar sizsiniz. Yəni bu trendə çevirirsiniz. Mən məşhurlaşanda vallahi nə evdə də bizə deyirlər ki, baxın hamı rəqs edir, gələ biz də öyrədək. Bəlgənin rəqslərinin məşhurlaşma dövrünü desəm, biz Bluetooth vaxtında məşhurlaşmışıq. Mən bir gün içində bir də baxdım ki, hamı mənə zəng eləyir ki, bizi hazırlayın. Mən Bluetooth-la məşhurlaşmışam və Faiq Ağayevin bir dənə cümləsinə bütün ölkəyə yayılıb ki, 21-ci əsrin ən möhtəşəm rəqs edən bəy və gəlini. Toyda belə dedi Faiq Ağayev və həmin video Bluetooth-la bütün ölkəyə yayıldı. Hamı da başladı rəqs axtarmağa ki, biz də hazırlayaq. 2007-ci ildə belə, yəni Faiq Ağayevin bir cümləsinə dəbə düşdü. Hamı da məni axtardı və mən bunu artıq gördüm ki, başqa rəqslər hazırlamıram. Elə yalnız bəy gəlinlərdən vaxtım qalmır. Belə oldu, mən də həmin dövrdən başladım. Rəqslə bağlı mövzumuzla hələ suallarımız var ürəyimizdə. Bilmirəm Rəhman verək yoxsa verə mütləq. İftiqar kimi qonaq hər dəfə ələ düşmür. Belə düzgün başa düşün bizi. Belə müəllim də ələ düşmür ha, deyin biləsiz. İftiqar bəy daha çox cütlüklər toy qabağı onun yanına gedirlər və müəyyən rəqs hərəkətlərini İftiqar bəy onlara 4 dərsə, 5 dərsə öyrədir və başınıza gələn ən maraqlı hadisə və gördüyünüz hansı səhnə sizi təəccübləndirib? 20 ildən çoxdur bu işlə məşğulsuz. Ümumiyyətlə bu hansı mahnılar daha çox hansı mahnılar daha çox seçilir və mahnıları kim seçir? Bəy yoxsa gəlin? Mahnı ümumiyyətlə bəylə gəlin özü seçməlidir. Son zamanlar qaynanalar başlayıblar seçməyə. Ən çox müdaxilə oradan olur və mənim ən əziyyət çəkdiyim şey də odur. Əvvəllər bəy gəlinlər özləri seçirdi ki, bu bizim mahnımızdır. Biz bunu sevgili vaxtda çox dinləyirdik. Biz bu mahnı ilə sağollaşırdıq, nə bilim. Biz bu mahnı tanış olanda kafedə bu mahnı gedirdi, o bizim mahnımız olub. Biz buna bu artıq onun duyğusu ilə oynamaq demək. Bu mahnı seçsə 50% duyğunu artıq verə biləcək. Bir də var ki, deyirlər ki, yox o yaxşı deyil, bu olsun, bu yaxşı deyil olsun. Və yaxud da podruqalarımın WhatsApp qrupunda bizə dedilər ki, bunu seç. Trenddə olan mahnı budur. Fikirləşirəm ki, bu qaynana müdaxilə edirsə, yəqin vaxtilə qaynana istəyir. Deməli, rəfiqə dedi. Yox, qaynana da deyir orada. Birinci rəfiqə dedi, sonra qaynana. Yox, qaynana birincidir də. Yəni qaynana fikrini hörmət eləmək lazımdır. Yəqin qaynana vaxtilə bunu etməyib özün toy günündə də. İndi o istəklərini deyir, gəlindən çıxacağam, qoy belə. Elə olanda mən məsələn deyirəm ki, gəlin sizə də öyrədim. Qaynata bu yaxınlarda rəqs qurdum. Elə gözəl də alındı ki, toyun açılışında birinci oğlan atasının anası oynadılar. Sonra gəlinin anasının atası oynadılar. Sonra da bəy gəlin girdi içəriyə. Çox qəşəng görsəndi. Toyun həm açılışı nə maraqlı ideyadır. Nəcib yayılmayıb bu trend? Əslində illər əvvəl də eləmişdim onu. 2008-ci ildə də eləmişdim. İndi də yenidən elədirəm. Pərdə çəkilir, Aşıq Malandakı həmin səhnə ilə. Həmin səhnə ilə. Bir tərəfdə qız oğlan, bir tərəfdə oğlan atası, qızın anası, sonra gəlinin atası ilə anası oynayır. Sonra da bəylə gəlin gəlir, bəy də pərdəni açır. Qohumlar arasındakı pərdəni açır, götürür. Gələcək nəsil üçün eyni zamanda həmin gəlinlə bəyə bir mesaj ötürülür ki, yəni siz də illər keçəndən sonra vaxt sevginizi qoruyub saxlasanız, belə bir səhnəni öz
övladlarınıza yaşada bilərsiniz. Məncə bu çox gözəldir. Yox? Pərdən götürürlər də axırları. Pərdən aradan götürürlər amma. Qohumlar arasında pərdə götürülür, çünki artıq iki nəsil birləşir. Gənclər var ki, qohum olurlar. bəyənmir. Deyir, yox, mənim toyumda yalnız gəlinlə bəy oynayır. O nə deməkdir? Qaynana qaynata gəlib burada rəqs oynayır. Nə olacaq Olur elə ki? bir şey. Olur, hər şey olur. Dostları birazdan oynamayacaq. 3 dəqiqə sonra bütün dostlar ortalıqda Hə, o da oynayacaqlar da. Ay, Eyni sağ ol. şeydir. Anata da sevinir, oynayır. Yəni oradan var ki. Onlar da xüsusi diqqət istəyirlər. Bəs yaxşı 20 il əvvəl, lap 10 il əvvələ qayıtsaq, indiki gəlinlərlə bəydə, yəni əvvəlkilərlə müqayisə etsək, fikirləşirsiniz ki, bax o yoxdur, əvvəlki nə bilim sevgi yoxdur, istək yoxdur. Bəlkə bunu rəqsdə də hiss edirsiniz. Yoxsa əksinə indi daha çoxdur. Sevgi, istək əlbəttə ki, var ki, evlənirlər, amma sevgini göstərə bilməmək var. Bu nədən irəli gəlir? Yəni niyə göstərə bilməsinlər? Mən bəzən elə bilirəm Utanırlarmı? ki, texnologiyanın inkişafı o duyğuları biraz öldürüb. Əvvəlki o səhərə kimi mesajlaşmaqla indiki bir dənə WhatsApp səsi atıb gecən xeyrə qalmaq demək bir deyil də, yəni. Əvvəl O da yaz buraya. Bir də smalik göndər. Əvvəl bir dənə duyğu var idi da, yəni bir gözləmə zat var idisə, indi artıq o şeylər yoxdur. Əvvəl bir məktub yazırdılar, bir məktubun qoxusu var idisə, indi bir dənə e-mail atır, yəni və yaxud da ki bir dənə mesaj atır. Smailikdən bir-birinə başa düşənlər var. Əvvəl əziyyət var idi, sevgi yoxlarında Əvvəl çox mübarizə var. maraqlı idi. Düşüb məsələn bir konturu alırdılarsa, indi artıq hər şey çox rahatlaşır. Sizdə nələr yaşamısınız? Mən hamısını gələ baxıram ki, hər şey texnologiya inkişaf elədisə, duyğularım biraz zəifləyir. Əslində olur. bunu düz deyir Rəhman, bəlkə də özümüz də indi görürük. Məsələn, Mən kafedə bilmirəm. əyləşəndə, indi sən gənclər əyləşiblər, yeni cütlüklərdir, bəlkə nişanlıdır, yeni əllərində telefon, yəni bir-birlərinə maraqlı deyillər. O marağı Aha. telefonda axtarırlar. Bax bu pisdir. Amma əvvəlkilərdə söhbət Əvvəllər edirdilər. sevgilərini məsələn bəlkə də parkda qucaqlaşıb oturaraq başqalarına göstərirdilərsə, indi çəkib paylaşmağa vaxt gedir, onu editləmək, paylaşmaq, Effekt vermək. effekt vermək. Face Artıq updur da o. Hə, istəsmə bu Hə, onları sən yorur yaxşı və bu yorğunluqda o münasibətə yansıyan şeydir. Düzdür. İstər-istəməz o münasibətə yansıyır. Yaxşı gəlin bu şeyləri qoyaq. Çalışaq ki, sevgimizi göstərək yaxşı görə bilirdi. Nə olub sənə bu səhər? Nəyə çatdırmaq istəyirsən? Sizin İftixar bəy, xarici ölkələrə səfərləriniz də olub. Məsələn, son səfəriniz Vyetnamda olub. Orada adı olaraq elədir də, sosialist respublikadır. Hələ də orada uşaqlar qalstukla zaten. Bəli. Və bayaqları sevər dedi ki, onların xüsusi bir rəqsləri var. Bambu. Rəqsi nəsə çubuqlarla belə. Hə, qəşəng ayağım Nə qaldı rəqsdir? arasında. Nə oldu? Ayağı qaldı arasında. Çox maraqlıdır. Orada belə əlləri ilə sinxron olaraq hərəkət elətdirirlər. İnsanlar bir-birini tanıdı, tanımadı, onların arasından belə keçərək rəqs edirlər. Bir də ən maraqlısı o idi ki, orada mənə bir dənə Vyetnamlı dedi ki, bu tanış olmaq üçün də ən çox oynayırlar bunu. Yəni kiməsə xoşun gəldiyində o rəqs oynayıb tanış olursan, yoxsa? Hə, oradan istərsəməz qızların, oğlanların orada tanışlıq şeyi olur, yaranır, istərsəməz əllə tuturlar və s. belə oynayırlar birlikdə. Görürük nələr var. Keçirlər yarış kimi də, kim görə axıra Adı kim nədir keçə bilir. rəqsin? Bambu Bambu. dans. Bambu. 2 dənə o. Bambu dans. dans. Bəli. Bambuq ağacları ilə belə oynayırlar. Çətin deyil ki o bambuq ağaclarını Yox, oynamaq. Yəni əslində məsəl üçün ondan sinxromu tutdunsa rahat gedirsən. Mən məsələn tutduğumu, prosta əlimdən tutduğum dostlarım sağ olsun. Buradan Həsəngili də salamlayıram. biz də salamlayırıq. Onlar sağ olsun, olan əlindən tutmuşdum. Bir də baxdım ayaqqabımın biri qalıb bambuğun arasında. Bir o birisi burada qalıb belə. Bütün sinxromu korlamışdı. Aha, hal-hazırda biz onu görürük. Ay nə maraqlı rəqsdir. Əllərində çubuqlarla bax belə. Hə, o yerdə də eyni zamanda çubuqların arasından keçmək lazımdır. Aha, olan arasından keçərək o rəqs. Üzr istəyirəm, bu o vaxtı qızlar rezinka oynayırdı. O Onun qızlar rezinkası. Onda biz Azərbaycanlılar onun öhdəsinə yaxşı gələ bilərik. Biz maşallah. bizdə istər-istəməz yəni sinxroma girmək var. Aha. Çünki Biraz ortada rəqslərimizdə qaldı. də var axı, yallı və s. bizim rəqslərimizdə. Bizim rəqslərimizi orada göstərdiniz məsələn, yoxsa milli rəqslərdən? Yox vallahi, Yox, vaxt mən olmaz. ümumiyyətlə bacardığım qədər səyahətdə çalışdığım qədər görməyə çalışıram. Rəqsdə yəni yorulub gedirəm mən səyahətə. O qədər də mən rəqs eləməyi sevmirəm başqa yerdə. Ümumiyyətlə toylarda da belə çox oynayan insan deyiləm. Ümumiyyətlə mövzu deyirsən, siz sıxır rəqs mövzusu. Heç yox. Çox danışanda. Yox, sevirəm. Ümumiyyətlə Rəqs öyrətməyi sevirdir də, yəni oynamaq. dünyanın mənə ən deyil. çətin Mən hər gün işə, o təyyarəyə minib necə sevinə-sevinə gedirsən. Mən hər gün işə belə gedirəm. Ona görə ən böyük xoşbəxtliyimdir yəqin ki, işimi oynaya boylu gəlsin. Yəni işə sevərək gedirəm də. Məsələn, bir səyahətə zorla beşlərimi yığıb gedə bilərəm, əşyalarımı yığıb gedə bilərəm, amma işə belə özənlə gedirəm həmişə. Hər gün. Bu arada dünyanın ən çətin rəqsləri hansı xalqa məxsusdur? Haranın
hansı ölkənin və ya hansı xalqın rəqslərini öyrənmək çox çətindir əslində. Mənə həmişə çiçotka, yəni step Qaraşı rəqs. Şotlandların rəqsləri. Şotland qaraşı. Şotland. Şotlandlarında ayaqqabılarla ayaqlarla oynanan step o çiçotka mənə çox Niyə ritm çətindir, gəlib yoxsa həmişə. cəhd etmisiniz də yəni bunu? Hə, eləmişəm, mənə çətin gəlib həmişə. Nə yalan deyim, o biraz mənə ağır gəlib və həmişə zövqlə baxıram amma. Məsələn, ən sevdiyiniz hansı rəqsdir, məsəl üçün bizim rəqsdən savayı? Hə, bizim rəqslərdən savayı mən rumbanı çox sevirəm. Tangonu çox sevirəm. Ay, tango əla. Amma onu tangonu məncə Amma oynaya da bilirəm tangonu yeri gəlmişkən. Oynaya bilirsən? Ha, bacarıram. Rəfiqə xanım mənə dərs deyib yeri gəlmişkən. İncəsənət Universitetində tanışsınız yəqin ki, Rəfiqə xanım. Onun qardaşı da istedadlı rəqqas idi. Bir Kamal müəllim səhv eləmirəmsə. Və çox belə maraqlıdır əslində tango və məncə zövq verir hamıya. Baxana da, oynayana da, məncə də öyrədənə də. Yaşamaq İstənilən lazımdır rəqsi zövqlə öyrənirsənsə, əvvəl çətin gələ bilər. Amma bir müddət dözdünsə, ondan əl çəkmək olmur. Bir tenis belədir, böyük tenis. Bir də rəqs belədir ki, yəni ona başladınsa bitirmək olmur. Hə, o əl çəkmək olmur. İkisində səslə bağlıdır deyə. Səs insanı çox pis bağlayan şeydir. Bu arada hamı yaxşı oynaya bilmir də, onu da vurğulayaq və toyda da biabır olmaq istəmirsən. İndi internet dövrü, nə bilim, müasir texnologiyalar falan. İnsan YouTube-da baxa-baxa belə bəy gəlindən söhbət getmir ümumiyyətlə. Məsələn, mən özüm misal çəkeyim. Toyda istəyirəm ki, normal əl qaldırım oynayım, amma bunu bacarmıram. YouTube-da nəsə bunu idarə etmək mümkündür, yoxsa mütləq şəkildə kimsə üz-üzə sənə öyrətməlidir. Əgər söhbət sırf bəy gəlindən gedirsə. Yox, bəy gəlini qoyaq qırağa. Tək heç oynaya bilməyən adam hardasa hansı hərəkətləri necə öyrənə bilər? Videolara baxaraq hansısa bir hərəkəti təkrarlayaraq, çox sayda təkrarlayaraq öyrənə bilər və onu icra edə bilər. Amma sırf məsələn bəygəlin mütləqdir ki, yardım alsın, çünki hər gəlinliyə görə hərəkət dəyişir. Onu görüb oradakını kopyalaya bilər. Hərəkətdə öyrənə bilər, amma sonra onu həmin paltarda ifa edə bilməz. Amma tək də oynarsan, məsələn, boy fərqi və s. bunlar hamısı nəzərə alınır. Birinci hərəkət ayaq hərəkətidir. O daban pəncə istənilən bu rəqsdə, yəni bu mütləq yəni istir milli rəqs oyna və ya da tək küt oyna olmalıdır. Əsas yerşidir. Prosta məsələn heç onu öyrənməsə də olar. Yəni çünki toylarımızda o dərəcədə ehtiyac yoxdur belə başdan axıra kimi sirr. Amma bizdə toylarda rəqs deyəndə nədənsə bəylərin ağlına ancaq ritm gəlir. Yəni axı sakit bir gözəl bir rəqsi də sakit musiqini oynamaq ümumiyyətlə daha çətindir, nəinki sürətli musiqi oynamaq. Sürətli necə gəldi oynarsan çıxıb gedir. O an sən heç fikir vermir. Hə, dirəy yeyib içib çıxıb oynayır da, sakitdə ekstradan bir duyğu qatmalısan, onu vermək, o ruhu vermək çox çətindir. Xanımlarla işləmək çətindir, bəylərlə? Kaprizli hamısı ilə. Kapriz olanda kişilərin kaprizi nədir? Bəy gəlinlərdən söhbət gedir. Kişilərin bəzən kaprizi nə olur? Bəy gəlinlərdən söhbət gedirsə, qızın istəyinə görə razılaşır, gəlir. Hər şey mənim başımda partlayır da. Yəni onu eləmirəm, bunu eləmirəm. Yox, o ayıbdır, bu günahdır, belə olmasın, elə olmasın. O şey məndə məsələn istəmir oynamaq, amma qızın da xəttinə dəymir deyə gəlir və mənim üzərimdə partlayır. Və axırda duyğusuz bir şey alınır, çünki istəmədən edir. Siz o rəqsləri hazırlayanda toy günü də həmin zalda olursunuz, yoxsa ehtiyac olmur sizə? Yəni istəyirlərmi? Yəni əlavə xərcdir. Yox, mən getsəm də həmişə ödənişsiz getmişəm onu. Əgər boşamsa, paylaşmaq icazə kimlər verirsə, onların toyuna getmişəm. Yəni 5-10 dəqiqəlik paylaşıb gəlmisiniz. Görmüşəm ki, oynadılar. Mən o birisi müəllimlərdən deyirəm, qıraqdan belə göstərim. Əlif və bayramı kimi. Onlar da mənə qaldır sağ əl, qaldır. Yox, mənim işim zalda bitir. Bəygəlin də orada mənə baxaraq oynamalı deyil və yaxud da ki, başqa müəllimə baxaraq oynamalı deyil. Ona ümumiyyətlə qarşıyam. Bəygəlin bir-birinə baxaraq oynamalıdır ki, orada kadr versin, orada duyğusunu sərgiləsin. 3 dəqiqənin içərisində o 500 nəfərə göstərməlidir ki, biz bir-birimizi sevirik. Görsən, cəmaət rəqslə bir-birinə sevgisini göstərir. Biz də hal-hazırda bu nə tonuydu? Sevər. Mənə niyə? Biz də hal-hazırda bir reklamdır. Yox, aşı, mən nəzarət edəm ona, narahatımsa söhbətimi eləm. Yaxşında gəlin qaydaq elə Vyetnama. Hardan başladı? İlk dəfə idi səfəriniz, yoxsa bundan əvvəl daha olmuşdunuz? Ümumiyyətlə hər ölkəyə çalışıram ki, bir dəfə gedim. Həyat qısadır, bacardığım qədər gəzməyə çalışıram.
Çünki vaxtım da maraqlı olmur çox. yanaşmadır. Aha. Hə, mən bir ölkəyə bir dəfə bacardığım qədər gedirəm. Üçüncü dəfə gedirəmsə, birinci yəni Maraqlı reklam olub amaçlı belə. getmişəm nəsə. Vyetnam viza ilə da yox. Bəli, viza, onlayn viza. Rahatdır ora almışıq. gedib gəlmək. Çox rahat aldım. Sənəd sünət baxımından. Biraz biletləri bax olur ora. Amma belə orada hər şey ucuzdur, otellər və s. çox Aydın ucuzdur. məsələdir. Mən niyə ora getməliyik? Mən Asiyaçıyam, Asiyanı çox sevirəm. Mən gülər üz insanları sevirəm. Hamısı gülürlər. Heç mən orada nə dalaşan Olan sifətin Niyə, quruluşu bu nə- elədir də yəni. 14 gün ərzində mən Daxildən onlar gəlmir. ya gülürlər ya yeyirlər. Başqa heç nə görmədim yəni 14 gündə Vyetnamda. Yediklər də nədir? Sendviç belə yoxsa nəsə maraqlı bir Maraqlı ixtisas? yeməklər zət Nə çox yeyirlər? dadlıdır. Yəni Doğrudan. suplar zətlər var. Sosializm Hə, deyirik. çox da dadlı yeməkləri vardı. Elə düşünmürdüm, açıq fikirləşdim ki, Bali kimi, Şri Lanka kimi. biraz ac qala bilərəm, Hindistan kimi ac qala bilərəm. Amma elə deyildi. Fikirləşdim, elə deyildi. Yox. Yəni görünür ki, kökəlib gəlmişəm. Yaxşı baxıblar sizə. Hə, 14 gündə əməli başlı gəldim. Hansı şəhərdə oldunuz? İlk dəfə Hanoydan başladıq. Paytaxtdır da Hanoy. Hanoyda düşdük. Hanoydan başladıq, davam elədik şəhərləri gəzməyə. Neçə gün Bir şəhər qaldınız? 14 gün. O, 2 həftəlik. Hə, səyahət. 14 gündə. Elə ki, mən gəzəndə bir şəhəri gəzmədim. Getdim, başqa şəhərlər hamısını gəzdim. Şimalını gəzdim, mən cənuba getmədim. Məsələn, sizə nə maraqlıdır bir şəhəri gəzərkən də? Yəni nə axtarırsınız orada? İnsan var əyləncə axtarır, insan var Mən yox tarixi istənilən yerlərə ölkəyə gedəcəm. gedəndə mən muzeyə sevmirəm. Bir də çox belə tarixi yerlər sevmirəm. Mən ölülərin dayıcan danışmıram, günahdır. Ona görə gedəndə ən çox getdiyim, fikir verdiyim şeylər olur. Onların kulinariyası. Çünki qurmanam, yeməyi sevirəm. Kulinariyası, əyləncələri ən sevdiyim şey o olur. Bir də təbiəti. Hə, təbiətə baxırsınız. Mən təbiətinə baxıram istənilən ölkənin ki, meşəlikləri, dağlıqları necədir, yəni onu görmək istəyirəm. Əsl belə səyahət adamıdır. Onda belə da, çıxır yəni. ki, siz ancaq belə şəhər gəzintiləri reallaşdırmısınız da Vyetnamda. Əslində necədir? Yox, Vyetnama heç kim getmədi. Vyetnama şəhərlər hansı var. turizm istiqaməti üzrə getmək olar? Pasiv deyil. Çox güman ki. Pasiv deyil, məsləhət görməm pasiv getməyi. Hikinglər və s. belə şeylərdən də çox qəşəng Vyetnamı gezə bilərsiniz. Paylaşımlarımda da var hamısı. Mən əksinə təbiətinə belə düşünmürdüm Vyetnamın. Möhtəşəm təbiəti var imiş. Hamıya məsləhət görürəm, yəni Vyetnama mütləq gedilməlidir. Necə dil tapdınız onlardan? Doğrudan. Mənim ingilis dilim onsuz çox zəifdir. Onlarda da güclü deyil deyəsən. Onlarda da Bütün güclü dünyanın deyil, orta hə. məktəb ingilis dilindən belə lal dili ilə başa salıram yəni. Halaldır sizə bu 32 ölkədə Həmişə belə də lal mənim dili ilə ətrafımda gəzirsiniz. olurlar uşaqlar, hamısı ingilis dilli. Bütün alış-verişlərdə o qiyməti öldürəndə mən oluram. O necə qiyməti öldürürəm, olmayan ingiliscəndə necə edirəm onu bilmirəm. Aşağı salırsınız qiyməti. Mən həmişə ucuz alıram və Vyetnama kim gedirsə buradan deyirəm. Qiyməti öldürün. 150 minə deyirlərsə birinci 25 minə almaq olurum. O dərəcədə fərq olur. Dollarla getmişdiniz ora? Bəli, dollarla. Orada pulu dəyişməyə rahat. Özlərinə pullarına çevirirsiniz və Yalançı deyirlər, aldatmırlar insanları. heç onu yox. Yalnız belə bazar kimi tipli yerlərdə bu da normaldır, bütün dünyada belədir. Bazarda bizdə də aldatırlar. yəni- Aldatmırlar, sadəcə baha qiymət. Turist görəndə istər-istəməz yəni bacardıqları qədər. Turist görəndə oliqarx kimi Hə. görürlər. Amma bir taksidə deyim, bir elə şeylər olmur. Yəni Vyetnamda görmədim. Başqa ölkələrdə görmüşəm, yeganə Vyetnamda görməmişəm. Taksidə gəzirik yoxsa özünüz məsələn bir avtomobil də kirayə eləmişdiniz? Bizə orada tur ümumiyyətlə təşkil etmişdilər. Çox rahat gəzirdik. Yəni hər şey hazırlanılmışdı biz buradan gedəndə. Hər gün oteldən çıxanda artıq maşınımız bizi aparırdı filan şəhərə. Oradan gətirirdi belə çox rahat səliqəli planlamışdılar hamısını. Yəni reklam olsun deyə indi bilmirəm demək olar Nə demək istəyirsiniz? Nə? Turun adın? Yox, kişim təşkil etmişdi. Orada yaşayan Azərbaycanlı ingilis dili müəllimi var idi. Bizim üçün çox gözəl, yəni tur planlanmışdı. Reklam falan deyirlər, adını da deyə bilərsiniz. Azərbaycanlımız da orada bizi təmsil edir. Azərbaycanlımızdır. Həsən Asian Insight belə səhifəsi var. Bizə hər şeyi hazırlamışdı. Çox səliqəli. Turu başdan sona qədər. Yəni hər şeyi bilirdim ki, hansı gün, hansı saatda harda olacam. Və hamısı da belə də çox gözəl səliqəli keçdi. Və rəqslə başlamışdıq, elə rəqslə də bitirək məncə. Bir də soruşum, ümumiyyətlə Vyetnam Robotsa qəhvəsi ilə məşğuldur. Bilmirəm onların qəhvələrinin dadına baxdınız Bir ya dənə mənə yox. apardılar sağ olsunlar ki, çox gözəl qəhvə var. Yumurta ilə hazırlanılır. Yumurtadır.
kofe, mən də kofe içsən deyiləm. Dedim, mən çay içəcəm. Mən oturdum, necəsə oldu, bir də baxdım, bunlar çay içir, mən kofeni içirəm. Necəsə fırlatdılar onda mənə. Dadı xoşunuza gəlib də ona görə, yoxsa? Yox, mənə zakaz ediblər, özləri içiblərmiş əvvəllər, mənə bir dənə çizdirirlər. Mən də belə içdim, yəni belə qəşəng dadım. Fərqli dadı idi, yəni o bizim yediyimiz qoqule deyib çaldığımız o yumurtanın sarısı. Bilmirik. Bunlar deyəndə sən demirəm. Yəni biz qocayıq da o məndə. Təzələri deyirəm. Təzələr bilmir. O nədir? Ona olan şeydir. Yumurtanın sarısı da sadəcə üzərində, amma dadı fərqli idi, yaxşı idi. Hə, çünki o qəhvələr də çox məşhurdur. Fikirləşdim ki, həqiqi mütləq o Vyetnamda olmusunuz, son dadına baxmalısınız. Bu arada bir dinləyicinin sualı var. Deyir, rəqslə bağlı. Deyir, arıqlamaq üçün oynamağa gələnlər var. Arıqlamaq üçün rəqs eləmək ən yaxşı metoddur. Həm psixoloji olaraq sizi yormur. Yəni bütün gün dietada oturmaqla və ya da hansı idman zalında naşıqı taxıb eyni ritmdə rəqs əyləndirərək səni arıqladır. Mənə baxmasınlar. Məsələn, sizə baxanda bunu istəmək olar. Mənə baxmayın, mən professional məşqi atıb bu günə düşmüşəm. Yəni hələ 126 kiloydum. İndi pandemiyada 126 kimi qalxmışdım. Sadəcə İftixar bəy deyir ki, mən rəqslə məşğul olmuram. Sadəcə mənim yanıma gələnlər məşğul ona görə. Hə, yəni bir idmançı qalib gələndə görürsüz, amma məsələn treneri çıxır, kök bir kişi onu qaldırır qucağına. Yəni məndə də hal-hazırda həmin variant. Yəni mən trener kimi məşğul oluram. Özünüzə yaxşı səmt yol tapmısınız. Hə, özüm rəqs eləmirəm, yəni heç mən rəqs eləmirəm. Yalnız göstərirəm, onlar ödəyirlər, yəni belə. Həm də bir müddət bu işlə məşğul olan insan artıq zaman keçdikcə yorulur da, istər-istəməz. Hər gün rəqs etmisiniz, öyrənmisiniz. Səhnəni atmışam 2009-cu ildən, ondan bu tərəfə yəni səhnə almıram. Özümdə professional məşqdə olmuram. Çox sağ olun. Yalnız dəst edirəm. Siz sağ olun. Biz də təşəkkürümüzü bildiririk. Mən hətta efirin əvvəlində o sualı vermək istedim. Reklamdan əvvəl verim ki, bax bura gələndə o səhər yuxudan oyananda hər dəfə bir rəqs havası ilə oyanırsınız. Dedi, yox, nə danışırsan? Yuxudan güclə oyanıram. Dedim, Stefan, rəqqasın axı canında olur. Mənim 2 dəfə biletim batıb səhər yuxudan durmağa görə. Yəni heç vaxt səhər yuxudan dura bilmirəm, amma sizin efirə sevə-sevə gəldim. Çox təşəkkür edirəm. Orada 2 dənə bilet Fly Dubaydan zəhmət olun. Onlar sevə-sevə qəbul edirik. Təşəkkürlər. İftixar Rəsulov rəqs müəllimi bu gün studiyamızın qonağı idi. Sizin səhifəni izləmək üçün hansı If We Dance School və yaxud da ki İftixar Rəsulov. If We Dance School, yes. Mən izləyirəm ona görə. American Yox, mənim adıma İffi deyiblər. Mən rəqsə gedəndə dedilər, sənin adın nədir? Deyil, biz də bayaqdan İffidir. Müəllimim dedi ki, sənin adın nədir? Dedim, İftixardır. Bu nə adlı qoyublar sən İffi deyəcəm deyib belə itələdi mən ki, yəni keç. O gündən oldunuz İffi. O gündən hamı mənə İffi dedi. İffi Dance School belə qoydum. Təşəkkür edirik İffi, çox sağ olun. Çox sağ olun İffi, minnətdarıq sizə dəvətimizi qəbul etdiyinizə görə. İffi ilə olan söhbətimizin videosuna 1-2 saatdan sonra YouTube-da baxa bilərsiniz. Yox, əgər imkanınız olmasa onda podkastları Google-dan da, Apple-dan da, Deezer-dan da eşitmə imkanınız var.